Ramiz Mehdiyev yenə gündəmdədir. Gündəmdən düşməyib hələ ki. Hər halda yəqin ki, yaxın keçmiş gələcəkdə bu gündəmdən düşəcəkdir. Ya da ola bilsin ki, məndə olan məlumata görə daha ciddi hadisələr baş verəcəkdir. Çünki Dövlət Təhlükəsizlik Xidmətinin araşdırmaları gedir. Bu araşdırmalardan sonra hər halda çox ciddi nəticələrlə biz üz-üzə qalacağıq. Ya inşallah bunun şahidi olacağıq. İnşallah. Əgər başqa problem çıxmasa. Əl-xüsusda məndə olan məlumata görə artıq mənim bu 3 yayımda ard-arda Ramiz Mehdiyevin həm media qanadı, həm də hərbi qanadı ilə bağlı açıqlamalarım dövlətin də diqqət mərkəzindədir. Çünki hər dəfə mən eyni şeyi xatırladıram. Dövlət çevrilişi eləmək, dövlət quruluşunu dəyişmək sıradan bir məsələ deyil. Yəni bu saray çevrilişi deyil. Bu dövlətin bütövlükdə quruluşunu dəyişirlər. Bunun üçün də çox ciddi bir qüvvəyə, gücə ehtiyac olmalıdır ki, bu güc də bütün dünyada qəbul olunan bir gücdür. Bu da Müdafiə Nazirliyidir. Hər arada ölkə başçısının göstərişi ilə Dövlət Təhlükəsizlik Xidməti bu məsələnin üzərində də ciddi dayanacaqdır. Ramiz Mehdiyev əgər dövlət çevrilişi eləmək niyyətinə düşübsə 100% ha. Yəni bunun şəkki şübhəsi olmadan Müdafiə Nazirliyində ciddi əlaqələri var. Bu əlaqələr aşkara çıxarlarsa bizim həm Müdafiə Nazirliyimiz təmizlənər, həm ordumuzdakı xəyanətin sayı azalar, həm də tərtər hadisələrinin üzərinə düşən qara bulud ortadan qaldırırlar, götürürlər. Bu dəfə həqiqətən tərtər hadisələrində Azərbaycan kişisinə təcavüz eləməyə cəhd eləyənlər, hətta buna nail olanlar həqiqətən həqqi məhkəmə qarşısına çıxarlar və ciddi şəkildə cəzalandırır. Və el də bilər ki, bu adamlar Azərbaycan əskərini zorlamaqla ermənilərə, ruslara xidmət ediblər ki, bunun da qarşılığını həbsxanada onlara mütləq verməlidirlər. Yəni, elədiyini mütləq onlara qarşı tətbiq eləmək lazımdır ki, həbsxanada ki, onlar bilsinlər ki, başqasının başına açılan olan bir gün bunların öz başına da açıla bilər. Və açıldı. Mən bu ümidlə, inanırsınız, bəlkə də 10 illərdə olsa mən gözləyəcəm bu ümidlə ki, tərtərdə Azərbaycan kişisini zorlayanlar mütləq şəkildə türmədə zorlanacaqlar. Mütləq. Zorlanmalıdırlar bunlarda. O həyatı bunlar yaşamalıdırlar. O işgəncəni bu adamlar görməlidir ki, necə ki, Azərbaycan əskərinə bu işgəncəni onlar veriblər.